Salamlar, hər vaxtınız xeyir olsun. Bugün sizlə özünü seçmək adlı bir video paylaşacağım. Bu video terapevtik təsirə malikdir. Yəni bilirsiniz ki, mənim bütün videolarım insana nə isə öyrədir. Əgər diqqətli şəkildə dinləmisinizsə, bu videoda mən dərin şuuraltı məsələlərdən danışacağam. Həmçinin psixoloji mexanizmlərdən sizə rahat şəkildə danışacağam. Bir çox insan özünü seçə bilmir və bunu belə izah edəcəm. Məsələn, günümüzün ən aktual problemlərdən biri insanların münasibətlərdə yaşadığı çətinliklərdir. Məsələn, bu çətinliklər sırasına duyğuları ifadə edə bilməmək, qarşı tərəfdən istədiyi dəyəri, sevgini ala bilməmək və yaxud da qarşı tərəfin dəyişməsini istəyib, özünü onun üçün fəda edən, amma qarşı tərəfin dəyişmədiyini dəfələrlə görən və s. Bunlar üzərindən yola keçərək izahlar verməyə çalışıram. Ümumiyyətlə, əgər sən özünü seçmək istəyirsənsə, ilk növbədə edəcəyin ən gözəl bir şey, birinci növbədə özünə hər şeyi etməyə icazə verməlisən. Yəni, təbii ki, bu özümə hər şey etməyə icazə vermək, bu demək deyil ki, sən qayda pozmalısan, qanunu saymamalısan, kiminsə şəxsi sərhədini pozmalısan, yəni neqativ nə isə etməlisən mənasında yox. Mən özümə başqalarının sərhədinə və başqalarının hüquqlarına və yaşadığım cəmiyyətin, toplumun, yəni qanunla müəyyən edilmiş hüquq və normalarına uyğun şəkildə özümə müəyyən şeylər etməyə icazə vermək. Məsələn, bunu sadə misallarla deyək. Məsələn, tutalım ki, sən bir insanı yazmaq istəyirsən və bir insanı yaza bilmirsən. Bunun əsas səbəbi odur ki, sən daxilən özünə icazə vermirsən. İcazə verməməyə bu cür şəkildə göstərərəm. Çünki düşünürsən ki, mən ona yazsam, o məni yox sayacaq, dəyərsizləşdirəcək, çıxıb gedəcək, günahkar hiss elətdirəcək, nə bilim, mənlə danışmaq istəməyəcək və s. Və buna görə də özünə icazə vermirsən. Nədir sən düşünürsən ki, o belə eləyəcək, o bu cür olacaq, o bu cür düşünəcək, o belə eləyəcək. Mən məsələn bunu misal üzrə deyirəm. Bunu siz istənilən bir məsələyə aid edə bilərsiniz. Və belə olan təqdirdə sən özünə icazə vermirsən ona yazmağa. Və səndə başlayır illüziyalar, daxili bastırılmış aqressiya, özünü günahlandırma, müxtəlif emosiyalar, hamısı belə fərqli, belə xaotik bir vəziyyət yaranır içində və qalır sənin içərində. Amma mən özümə icazə verirəm və egomu da qoyuram kənara. Qarşı tərəfin ikinci variantda necə cavab verməsinə, necə davranmasına asılı olmayaraq mən ona yazacağam, fikrimi bildirəcəm, o məni rədd etsə də, dəyərsizləşdirsə də, yox saysa da, hər nə etsə də mən bu reallığı görəcəm. Və artıq məsələ bundan sonra başlayır. Mən bu reallığı görəndən sonraki addım. Çoxumuz bu reallığı görəcəyimizdən qorxuruq deyə və burada da bir dənə qorxu yatır. Hansı ki itirərəm, hansı ki məni yox sayar, hansı ki mən rədd edilərəm, hansı ki mən itirərəm qorxusu. Bax, bununla üzləşə bilmir deyə, ona görə dedim bu videoya tərk edilmə, rədd edilmə və itirmə qorxusu olan şəxslər baxsın. Üzləşə bilmirik deyə özümüzə qadağa qoyuruq. Əslində, bütün qadağaların altında bilirsən nə yatır? Bütün qadağaların altında rədd edilmək, tərk edilmək, itirmək qorxuları yatır. Bu bir misal idi sadəcə. Bu misalda əslində çox dərin bir məna var. Yəni, baxdınızsa, ikinci etapda buraxa bilməyə bacarmaq. Birinci etap özümə müəyyən şeyləri icazə vermək. Təbii ki, yaşadığım yerin, insanların sərhədlərinə hörmət edərək. Təbii ki, mən demirəm ki, dur get, ürəyim istəyir, gəlin marketdən oğurluq edeyim və yaxud da ki, ürəyim istəyir, cəmaatın gedim, məsəl üçün də kişisini, nə bilim, zorla yatağına girin. Bu mənada demirəm. Yəqin ki, başa düşdünüz bu icazə verməyi, hansı kontekstdə dedim. İkinci tip isə bizə aiddir buraxa bilməyi. Yəni, bir insanın kontrol edəmədiyi çox şeylər var. Məsələn, biz insanları kontrol edə bilmərik. Sabah başımıza nə gələcək seçə bilərik, amma ani hadisələri və s. kontrol edə bilmərik. Buna təslimiyyətdə olmaq deyilir. Məsələn, o yazmaq üzərindən elə misala çıxsam, tutalım ki, sən birinə mən tutam birinə yazmaq istəyirəm, amma yaza bilmirəmsə və mən ona tutalım ki, yazıram. Və mən başlayıram yazmamışdan qabaq onu kontrol etmək, o mənə belə desə bunu deyim, bu mənə belə desə bunu deyim ki, əsas odur ki, başa düşsün ki, şuuraltı mən dəyərliyəm. Mən ona belə desəm, əgər o məni günahlandırsa, qoy part deyə mən bunu yapışdırım ki, o başa düşsün ki, bu cürdür, o başa düşsün ki, o anlasın ki, onun fikri dəyişsin ki, o belə düşünsün, o bu cür hərəkət etsin, o mənə hədiyyə alsın, o mənə dəyər versin, o mənə pul versin, bu başqası idarə etməkdir. Sən bir insanı zorla idarə edə bilməzsən. Yəni, sən bir manipulyasiya ilə müəyyən şey elətdirə bilərsən, okey. Amma davamlı manipulyasiyalarla, yəni bunlar manipulyasiyadır. Kontrol etmək manipulyasiyadır. Davamlı manipulyasiyalarla bir insanı istədiyi şəkilə sala bilməzsən. Yəni, zaten bir insan sənə hədiyyə almaq istəyirsə, gül vermək istəyirsə, dəyər vermək istəyirsə, sevgi vermək istəyirsə, sən ona bir kəlmə belə deməyin yetərdir. Nəinki 10 kəlmə nə isə deməyin. Bir insana sənin mesaj yazıb yazmamağından çox,
yəni o insan, sən ona mesaj yazsan, məsələn deyim, rədd edən insan onsuz da mesaj yazmayanda da rədd edir, mesaj yazanda da rədd edir. Mesaj yazsan da, yazmasan da səni istəyən insan mesaj yazanda da sevə bilər, mesaj yazmayanda da sevə bilər. Yəni bilirsiniz nə deməkdir? Burada əsas məsələ bax bu kölgələrlə üzləşməyi bacara bilməkdir. Yəni sən buraxa bilməyi, kontrol edə bilməyi, yəni kontrolu buraxa bilməyi daha doğrusu bacarmalısan. O ki sən kimlərinsə, nələrinsə üzərində kontrola sahib olduğunu düşünürsənsə yanılırsan. Ümumiyyətlə kontrol edən insanlar daha çox öz egosuna sarılmış insanlardır. Bu da başqa bir mövzumuz olsun, bir gün danışarıq. Mən ona görə kontrol edirəm ki, egomu bu sərf edir. Çünki egom sonunda dəyərsizləşdirilməkdən, rədd edilməkdən, tərk edilməkdən, sevgisizlikdən, yetərsizlikdən əziyyət çəkir. Deməli, mənim özümü seçməyim üçün iki fərqindəlik var. Birinci növ özümə icazə verməliyəm. Duyğularımı deməyə, fikrimi deməyə, istədiyim addım atmağa, fikirləşməli deyiləm ki, filan kəs belə deyəcək, behman kəs elə edəcək, filan kəs elə edəcək, yox. Əgər mən bunu istəyirəmsə və bu mənim ehtiyacımdırsa, başqalarının sərhədinə hörmət edərək, bəzi şeyləri nəzərə alaraq, özümə istədiyim şeyləri icazə verməliyəm və addımı atmalıyam. Sonu nə olacaqsa olsun, əgər içimdə boğuluramsa. İkinci növbədə kontrolu buraxmalıyam ki, yəni mən addımımı atdım, sonraki etapda artıq qarşı tərəfin də düşüncəsi var, seçimi var, fikri var. O da nələrsə edə bilər. Bu cür olan təqdirdə bəli, sən artıq özünü seçə biləcəksən. Çünki sən artıq sənə lazım olan və lazım olmayan görə biləcəksən. Çox insanın ilişdiyi nöqtə nədir? Bu qorxularla baş edə bilmir deyə. Davamlı itirilmə, rədd edilmə və tərk edilmədə yaşayır. O isə bəlkə bir hərəkət etsə, bir addım atsa, bir zəng etsə, bir mesaj yazsa, bir cavab versə, bir geri dönüş etsə, bir zəng etsə, bəlkə də bütün sualların cavabı aydın olacaq, amma o bunu etməməyi seçir. Və bunu etmədiyi sürəcə də düşünür ki, onun üzərində kontrola sahibdir, amma həmən insan da öz həyatını yaşayır. Yəni, sənin nə etməyindən, necə davranmağından asılı olmayaraq, bir insan sənə qarşı olmaq istədiyi kimi olacaq, seçim etmək istədiyi kimi olacaq. Belə. Ona görə tərk edilmədi, rədd edilmədi, itirmədi, bu qorxular yoxdur. Bu qorxular sadəcə uşaq vaxtı valideynlərimizlə yaşadığımız təşvişli mühitin nəticəsidir. Yəni, həmən situasiyada uşaq beynimiz çox güman ki, hansı etapda anam məni tərk etdi, atam çıxıb getdi, mən tək qaldım, mən anlaşılmadım, mən görülmədim, mən seçilmədim, bula. Həmən situasiyaları biz müəyyən etapda tərk edilmə, rədd edilmə, daha sonra itirmə qorxusu kimi kopyalamışıq və həyatımızda da bunu qəbul etmədiyimiz müddətdə həyatımızda da bu obrazları partnyor obrazına, nə bilim, iş mühiti obrazına yükləyərək davamlı olaraq tərk edilmə, rədd edilmə, itirmə qorxusu çərçivəsində yaşamışıq. Amma bir dəfəlik başa düşsək ki, rədd edilmədir, tərk edilmədir, itirmədir, yoxdur. Bunlar sadəcə uşaq versiyamızın beynimizə uyduğu illüziyalardır. O zaman biz öz münasibətimizə də real baxarıq və normal danışa bilərik, normal kommunikasiya qura bilərik, normal özümüzü ifadə edə bilərik və sonu nə olursa olsun bu qorxu ilə üzləşəcək cəsarətə malik ola bilərik. Ümid edirəm ki, bu video sənə faydalı oldu. Faydalı oldusa bəyənməyi, şərh yazmağı unutma. Səni ödənişsiz vebinarlarımda gözləyirəm və təlimlərimə dəvət edirəm. Məni Instagram üzərindən və Telegram kanalı üzərindən izləyərək daha yaxından tanış ola bilərsən. Növbəti videolarımda görüşənə qədər.